Salam, hər vaxtınız xeyir olsun. Bugün Bərdə rayon mərkəzi xəstəxanasında olduğum bir yarım saatdan çox. Demək, inanın ki, biabırçılıq idi. Məsələ nədir? Elektron sistemdə problemlər yaranır, insanlar qəbz götürüb həkim qəbuluna düşə bilmir. Bilirsiniz ki, indi həkimin qəbuluna düşməkdən ötəri oradan qəbz götürməlisən və yaxınlaşmalısan həkimə. Yarım saatdan çox demək sistem işləmədi. Mən olduğum müddətində ondan sonra bilmədim, işlədi sistem, işləmədi, məlumatım yoxdur. Demək, xəstəxananın koridoru insanlarla dolu idi. Yaşlılar, uşaqlar, orada olan xəstələr, xəstəxanaya gələn insanlar, koridordakı sıxlığı görərdiniz. Buradan üzümü tutub təbbə demək istəyirəm ki, belə problemlər yarananda sizin alternativ variantınız olmalıdır ki, orada elə növbələr yaranmasın. Axı, Bərdə böyük rayondur, qıraq rayonlardan da Bərdəyə müraciət olunur. Yəni, bunların hamısını nəzərə almaq lazımdır. Həqiqətən o yarım saat ərzində xəstəxana nə vəziyyətdə idi görəriz. Təmiz iflic olmuşdu. Çox sağ olun, təşəkkür edirəm.